Hər kəsə salam. Danışır Turizm podkastına xoş gəlmisiniz. Uzun zamandır ancaq mütəxəssislərlə söhbət edirik. Dedik bu dəfə də bir fərqli baxış bucağı gətirək və qonağım səyahətçi, bloger Jalə Ələkbərovadır. Jalə, xoş gəlmisən. Xoş gördük Həvva. Necəsən? Necə hiss eləyirsən özünü? Çox gözəl, sənin podkastında olmaq, səninlə söhbət edəcəm deyə çox rahatam ilk növbədə. Çox sağ ol, çox xoşdur. Sənə suallarımı verməyə keçməzdən öncə istəyirəm ki, biraz özünü auditoriyaya təqdim edəsən, daha sonra isə suallarımıza keçək. Aha, gözəl. Bu gün danışır turizmdə olduğuma görə sırf turizm yönümlü fəaliyyətlərimlə bağlı danışacağam. Ona görə mən influencer, bloger, Azərbaycanda 2016-cı ildən bəri səyahətlər mövzusunda paylaşımlar edirəm. Məqsədim odur ki, insanlar sərfəli səyahətin yollarını kəşf etsinlər. Yeni ölkələr kəşf etsinlər, çünki inanıram ki, gəzmək dünya görüşümüzü dəyişir, fikirlərimizi dəyişir, bizi inkişaf elətdirir və səyahət istiqamətindən, belə deyək, səyahətdən bir vasitə olaraq, bir alət olaraq istifadə edərək inkişaf etmələri üçün çalışıram ki, bunun yollarını paylaşım. Bir tək sərfəli səyahətlə yox, eyni zamanda başqa Avropa İttifaqı olsun, Avropadan başqa Amerika və digər ölkələrin bizə təklif etdiyi, ələxüsusda gənclərə təklif etdiyi imkanlarla bağlı paylaşımlar edirəm. Jalə, sən paylaşımlarına baxanda həvəsə gəldim ki, mən də müraciət eləyəcəm. Daha sonrasında yadıma düşür ki, mən artıq 3 ildir o standartlara uymuram. Balaca. Və hər dəfə geri addım atıram. Keçirəm suallarıma. Ümumiyyətlə, mən səni tanıyandan, sən ancaq səyahət edirsən və o deyir, bir yerdə durmursan. Bir ömür bu yollarda deməkdir və bu çox ciddi yorğunluq deməkdir həqiqətən. Və ümumiyyətlə, səni səyahətə bu qədər həvəsləndirən ya da bu qədər alovlandıran detal nədir? Buna səbəb nədir? Yəqin ki, bunu çox sorğulamağa başlamışam ki, bu qədər səyahət edirəm və Azərbaycana qayıtdıqdan sonra son 1 ildir Taylandda yaşayırdım, ondan əvvəl 1 il İsveçdə yaşayırdım və orada olduğum müddətdə ümumiyyətlə səyahət etmək mənə daha asan idi, daha rahat idi. Həm maddi baxımdan, həm belə deyək də yerləşim baxımından. Azərbaycana qayıtmışam artıq bir neçə aydır və görürəm ki, ehtiyac hiss edirəm. Həftə sonları səyahətə getmək ehtiyacım var, misal üçün, və xaricə getmək istəyirəm. Bu azadlıq hissidir, bu qənaətə gəldim. Yəni bu mənim üçün çox əhəmiyyətlidir ki, mənim mütəmadi Şengen vizam olsun. Yəni Şengen vizasının olmaması məni bir balaca stressə salır. Bu o deməkdir ki, mənim azadlığım limitləşir. Yəni səyahət edə bilmək imkanı mənim ruhumun azadlığı deməkdir və onu səyahət vasitəsilə belə deyək də qidalandırıram. Qidalandırırsan. İsveçdə oxumaq, Taylandda işləmək iki fərqli uclardır. Bu iki fərqli dünyanın ortasında sənə özünü ən yaxın hiss etdirən nə oldu? Yəni bu hiss nə idi? Çünki çox iki fərqli ucdur. Yəni İsveç çox inkişaf etmiş, Avropanın ən öndə gedən şəhər ölkələrindən biri və Tayland xaos, cəngəllik və nələr desən. Yəni burada o hiss etdiyin yerə aid olmaq şeyi nədir daha çox? Yəqin ki, daha çox Taylanda aidəm o perspektivdən ki, hava istidir, çox gözəldir, bundan çox zövq alırdım mən Taylandda olduğum müddətdə və eyni zamanda Taylandın bu egzotikası, Taylandın tropik olması, Taylandın hər an istədiyində gedib dənizdə üzə bilmək imkanı, adaları və s. bir mənalı olaraq Tayland qəlbimi fəth eləyib, sözün əsl mənasında. Turizm perspektivindən də qəlbimi fəth eləyibdir. Orada yaşadığım yaşam standartı, xərclədiyim pulun müqabilində çox yüksək idi, belə deyək də, və bu da çox belə motivə edicidir ki, aşağı bir məbləğə sən yüksək standartlarda bir həyat təmin edə bilirsən. Mən 20 neçənci mərtəbəndən olan 43-cü mərtəbəndən olan hovuz mənzərəni unutmayacağam və ona ödədiyim kirayə pulunu heç vaxt unutmayacağam. Jalə, bax, deyirik ki, İsveç, Tayland və hər ay fərqli ölkələrə səyahət. Bütün ölkələri saymayacağam. Elə bu ikisindən götürsək, İsveçdən və yaxud da Taylanddan məhz turizm perspektivindən Azərbaycana gətirmək istədiyin şey nə olar? İsveçdə deməyim çətin olacaqdı. Çünki İsveçdə belə otellərdə qalmaq kimi bir imkanım olmamışdı. Öz evim var idi, evimdə qalırdım, səyahət edirdim. Yəni bu daha çox hiking yönümlü aktivitelər, belə deyək də, fəaliyyətlərin çox olmasını, bəli, onu Azərbaycana inteqrə etmək olar. Nəzərə alaraq ki, Azərbaycanda da dağlar var, gözəl meşəliklər var, gözəl şəlalələr var. Yəni bu perspektivdən, bu istiqamətlərin, bu belə deyək də, hiking turizm turizm növünü mü deyim, yəni bunun populyarlaşdırılması mümkün ola bilər. Amma yetərincə düşünürəm ki, Azərbaycanda
Azərbaycanda populyardır. Yəni bir segment var ki, onu sevir və bunu edir. Deyə bilmərəm ki, hamı hiking sevir Azərbaycan reallığında. Zaten hamı sevməməlidir, xahiş edirəm. Hamı gedib dağ ətəyində yeyib içməyi sevir, kabab yeməyi sevir. Bu bir mənalı olaraq. Dağ ətəyində yuxarı qalxmayan, xahiş edirəm, o dağ kabab çəkməyi, yüksək səslə musiqi dinləməyi dağın ortasına gətirməyək. Sonra da uşağın pampersini çaya atmağı. Eynən, yəni bu hiking mədəniyyətindən, ümumiyyətlə təbiətə olan sevgidən çox-çox uzaqda bir şeydir və hikingdən, həqiqətən hiking eləyən insanları ən belə iyrəndirən detallardır. Çünki sən təbiətlə iç-içə olmağa gedirsən və yanında gələn başqa bir qrup lakada çıxada, təbiətin səsi gör oldu, yoxdur təbiətin səsi və hələ özlərindən sonra qoyduqları bir ton zibili, sönməmiş tonqalları qəti demirəm. Yaxşı ki, bu barədə Ekologiya Nazirliyi təzəlikcə, daha doğrusu keçən il bir qərar var idi ki, artıq cərimələri qüvvəyə mindiriblər, çox şükür. Ona görə şeydən çox kənara çıxdıq, qayıdıram suallarıma. Bax, Azərbaycanda turist olaraq gəzdikdə, məsəl üçün, mən görmüşdüm ki, bir Gəncəli olaraq sən Gəncəyə getmişdin və Gəncədə çox maraqlı bir ev ziyarət eləmişdin. Məsəl üçün, mən bir Gəncəli olaraq, fake Gəncəli olaraq, mən neçə dəfələrlə getmişəm Gəncəyə, amma mənim o istiqamətdən xəbərim yox idi və hətta öz siyahıma əlavə eləmişəm ki, bura gedəcəm. Nədir bizim bu paket? Bax, dedin ki, İsveçdə paketlər çox əlçatan idi, Taylandda çox əlçatan idi turizm. Niyə bizdə əlçatan deyil turizm? Yaxşı sualdır. Məncə bu Azərbaycan regionlarında fəaliyyət göstərən otellərə ünvanlanmalı olan bir mesajdır ki, orta statistik bir ailənin 5 nəfərdən ibarət bir ailədirsə, 3 uşaq, 2 valideyn gedib o həmin o otellərdə qalması 1200-1500 manat aralığında başa gəlir ki, bu bir az məbləğ deyil. Yəni qətiyyən az bir məbləğ deyil. Amma müqayisə etsək əlbəttə ki, Taylandla müqayisə edə bilməyəcəm. Çünki Taylandda sən 20 manata da, 30 manata da qala biləcəyin otellər var, qala biləcəyin yerlər var. Yəni bu çətindir müqayisə etmək. Amma ümumilikdə bəli, mən də narazıyam regionlarda olan otellərin qiymətlərindən. Tam səmimi. Sualı bir daha paketlə bağlı ki, niyə bu əlçatan deyil ümumiyyətlə? Məsəl üçün, elementarda sənin getdiyin o tur heç rastıma çıxmamışdı. Mənim getdiyim tur bir dənə düzəliş etmək istəyirəm ki, bu Göygöl şəhərində yerləşən həmin o ev idi, belə deyək də, Alman irsinə məxsus bir ev idi. Onu çalışırlar hal-hazırda gənclər populyarlaşdırmağa və hətta həmin məkanı muzey kimi fəaliyyət göstərir, amma orada başqa tapılan yeraltı şəhərin kəşf edilməsi və s. bunlar artıq paylaşılır, amma düşünürəm ki, bir komanda bunun üzərində çalışır. Bilməm, dövlət qurumları tərəfindən bu istiqamətdə bunun populyarlaşdırılması yönümündə fəaliyyət var ya yoxdur. Mənim gördüyüm bir komandadır ki, o komanda vasitəsilə mən də həmin o məkanı da yeraltı şəhərdə kəşf etmişdim. Səncə dövlət qurumları həqiqətən turizmin inkişafında bu qədər çox çalışmalıdır? Yəni sanki mənim gördüyüm odur ki, biz hələ də sosial media dövründə yaşadığımızı qəbul edə bilmirik. Ən bəsiti artıq neçə ildir fəaliyyət göstərir influencer kimi, amma bu yaxınlarda rəsmi adımız təsdiqləndi. Təbrik edirəm səni. Təbrik edirəm. Nəhayət bizim də dövlət tərəfindən təsdiq edilmiş bir soyadımız var, adımız var. Təsirçiyik biz artıq. Influencerik. Səncə influencerlar bu destinasiyaların məşhurlaşdırılmasında bir çox reklamlardan və propagandalardan da daha çox gücə sahibdirmi? Yəni bunu necə müqayisə edə bilərsən məsəl üçün? Bir mənalı olaraq influencerların çox gözəl təsir qüvvəsi və bacarığı var. Bariz nümunəsi son 5 ildə baş vermiş Azərbaycan vətəndaşlarının səyahətlərə olan marağı, səyahət etmək istəyi, sərfəli səyahət etmək istəyi, belə deyək də bu bariz nümunədir. Bunu müşahidə edirik. İnanıram ki, statistik analiz aparılsa görsənər ki, Bakı, Misir istiqaməti olsun və ya elə Asiya istiqaməti olsun, yəni bu qədər sayda bir axın var və insanların marağı var bunları kəşf etməkdə. Bu da bilavasitə inanıram ki, bir çox faizdə influencerların üzərinə düşən öhdəlikdir və həmçinin turizm əməkdaşlarının o perspektivdən ki, bu təyyarə olmasaydı, bu reys olmasaydı, bu istiqamət və bu destinationda populyarlaşmayacaqdı. Məsələn, Misir destinationu populyarlaşmayacaqdı. Şri-Lankası olsun, Kolombo reysi ilə və ya da ki, olsun Malayziya, Tayland istiqamətləri. Bax, əslində bilsən buna necə yanaşıram. Bax, tutaq ki, biz indiyənə qədər zaten Dubaya uça bilirdik. Biz indiyənə qədər zaten İstanbula uça bilirdik. Mən böyük hub şəhərlər deyirəm də, bu liman şəhərlərini deyirəm. Biz indiyənə qədər Dohaya uça bilirdik. Dünyanın ən böyük liman şəhərlərindən biridir. Amma biz indiyənə qədər
Tayland'a, Şri-Lankaya, Baliyə, dünyanın ən aşağısılarına doğru getməyə cəsarət eləmirdik. Əslində burada biraz təvazökarlıqdan uzaq olacağam ki, məncə elə burada birbaşa influencerların təsir gücü var. Çünki nəyə görə? Bilirsən ki, qısa bir müddətli turizm agentliyi işlətmişəm və eyni zamanda da keçmişim turagentdir və bir turagent olaraq onu deyim ki, bizim insanımız gözü ilə görmədiyi, onun tərzində, onun o deyir, standartlarında yaşayan insanın dili ilə eşitmədiyi heç bir yerə getmir. Bugün misal üçün turagentstvalar influencerları özünə çox ciddi rəqib görür ki, bəs bizim bazarı öldürürlər, hərə bir tur aparır, hərə bir müəllif turu elan edir. Bu arada mən də bir müddət eləmişəm belə bir turlar və onlar bizim bazarı öldürürlər. Və onlar burada əlbir əməkdaşlığa heç fokuslanmırlar və onlar burada faydaları görmürlər. Buna sənin mövqeyin necədir və səncə bugün bir turizm agentliyi ilə influencer həqiqətən də əməkdaşlıq etdiyi zaman dərhal mı geri dönüş almalıdır? Əminəm ki, səndən də bu gözləntilər zaman-zaman olur. O effekti necə ölçürlər onlar səndən əməkdaşlıq etdikləri zaman ya da əsas tələblər nə istiqamətindən olur? Bu inanıram ki, əməkdaşlıq təklifi irəli sürən şirkətdən asılı olaraq dəyişir və birbaşa geri dönüşü gözləyən biri varsa, çox da real bunu görmürəm. Düşünürəm özləri tərəfindən qoyulmuş yanlış gözləntidir. Yanlış gözlənti o mənada ki, o rəqəmi görməyəcək, məyus olacaq, amma əgər o yanlış gözlənti ilə birgə başqa bir məsələlərdə nəzərə alsan, misal üçün destinasiyanın populyarlaşdırılması, hansı ki, yenə nəticə etibarıyla həmin turagentliyə müştəri gətirəcəkdir. Yəni bu prizm, bu faktorları da həmin o gözləntiyə əlavə etsək, bəli, ola bilər ki, o yanlış gözləntidə odur ki, bir influencerın 200 min followeri varsa, nə oldu bu bir ay sonradan bəs 5 nəfər tur paket almadı, getmək istəmədilər. Bəli, ola bilər ki, bir ay sonra 5 nəfər almadı, amma 2 ay sonra 15 nəfər aldı. Yəni bu belə o baş verir. Təbii bir prosesdir. Mən deyərdim ki, onlar daha uzun radədə, uzun yönümlü perspektivdə analiz etməlidirlər ki, filan influencera göndərəcəyim təqdirdə hansı geri dönüşləri ala biləcəm? Destinasiya ilə bağlı yetərli faydalı məlumat paylaşılacaqmı? Destinasiya ilə bağlı doğru məlumat paylaşılacaqmı? Mən inanıram ki, bu faktorlara diqqət eləsələr daha gözəl nəticə əldə edəcəklər. Nəinki followerin sayına fokus olub oradan müştəri gözləmək, amma kontenti göz ardı edərək. Məsəl üçün, kontent müzakirəsi baş vermir və ya da ki, baş verirsə az baş verilir. Söylənmir ki, mən hansı mesajların ötürülməsini istəyirəm. Montenegro istiqaməti isə mütləq vurğulanmalıdır ki, gedirsən 3 Balkan ölkəsini kəşf edə bilərsən, vizasız ölkələri kəşf edə bilərsən. Bu var, bu var, bu var. Bu faktorlar məsəl üçün inanıram ki, influencerla müzakirə olunmur. Deyir, get paylaş nə istəyirsən. Kimsə də gedir, sadəcə paylaşım edir, kimsə də gedir faydalı kontent paylaşım edir. Bu detalla həddindən artıq çox razıyam. Bir də orada belə bir şey var ki, Booking.com 2024-cü il statistikasına əsasən dünyada səyahət qərar vericilikləri artıq sosial media üzərində 55%-ə qalxıb. Bu da o deməkdir ki, insanlar çox ciddi şəkildə, bu 55% çox ciddi faizdir əslində. Çünki artıq 45%-i bölünür digər medialara. Ənənəvi mediadır, çöl reklamlarıdır, deyək ki, fərqli platformalardır, saytlardır və s. Amma artıq 55% birbaşa olaraq sosial medianın üzərinə düşür və orada belə bir şey paylaşmışdılar ki, statistika belə göstərir ki, yaxın məkanlara olan təsir faizi ilk yaxın 2-3 ayda baş verir. Uzaq və çətin olan məsafələrə isə bir turistin qərar vericiliyi müddətini sorğusunu etmişlər. Uzaq məsafələrə olan təsir qüvvəsi isə 6-8 ay ərzində baş verir. Yəni misal üçün mən səndə Gəncəni görmüşəm, Göygölü görmüşəm. Neçə ay əvvəl getmisən sən? Mənim beynimdədir. Amma mən hələ ora getmirəm. Bax bunun kimi baş verir. Bəlkə də heç mən ora gedəndə deməyəcəm Jailədə görmüşəm, çünki ağlıma da gəlməyə bilər. Ya da unudaram ki, ayda mən kimdə görmüşdüm. Xüsusi bir spesifik case deyilsə. Ona görə də bugün turizm agentliklərinin həm də ən böyük elədiyi səhvlər odur ki, heç kim buna mütəşəkkil baxmır. Hər kəs deyir ki, mən qazanım. Demir ki, ümumiyyətlə turizm qazansın. Turizm sektoru olaraq qazansın. Bax, çox gözəl bir nüansa toxundun orada. Bəs Jailəni səyahətlərə ilhamlandıran nədir? Jailə özü kimlərdən ilhamlanır? Bu suala
istəyərdim ki, cavab verəsən. Aha, Jale özü səyahət edən hamıdan ilhamlanır. Yəni spesifik bir insan yoxdur. Ələxüsus da ekzotik və maraqlı ölkələrə səyahət edən insanlardan ilhamlanıram. Təsadüfən tanış olduğum insanlar var. Balidə bir xanımla tanış olmuşdum, Almaniyadandır. Julia'dır. Məni onda ilhamlandıran o idi ki, təzəlikcə universiteti bitiribdi və deyibdi ki, işə başlamazdan öncə mən bir 6 aylıq gap period götürmək istəyirəm. Bir 6 aylıq zamanımı tək səyahətə sərf etmək istəyirəm. Bu məni aşırı çox ilhamlandırır. Və ya da ki, Laosda gəzirəm. Bir muzeyə getmişdim, hardakı 200 dənə Budda var və həmin o muzeydə bir mən turist idim. Bir başqa deməli ki, evli cütlük var idi, İspan. Biz bir kəsişdik, bir-birimizə gülümsədik, iki kəsişdik, bir-birimizə gülümsədik və üçüncü dəfə artıq kəsişəndə gördüm onlar yolun qırağındadılar. Dedim, əgər maşınınız yoxdursa, mən taksi çağırmışam, mənlə gedək və təklif elədim ki, mənlə getsinlər. Pulu falan bölmürük, sadəcə Azərbaycanlılığım tutmuşdu ki, iki dəfə mənə gülümsəyiblər də, qonaqpərvərliyimi burada da göstərim, taksimlə aparım, onsuz bu yolu mərkəzə gedirəm. Və sən demə doğrudan da turistlər büdcəli səyahət edirlər, taksi sifariş etmək fikirləri yox idi və neçə aydır ki, artıq gəzirlər, iki cütlükdülər. Gəzirlər neçə aydır ki və ən maraqlısı ki, onlar məni çox ilhamlandırdılar ki, bu yaşda yoldaşı artıq freelans çalışır deyə rahatlıqla artıq səyahət edə bilirlər. Təxminən 55 yaşlar civarındaydılar, belə deyək. Yoldaşını da götürüblər və çıxıblar limitsiz bir səyahətə. Son tarixi yoxdur bu səyahətin. Yəni Laosdan başlayıblar, dedilər keçəcəyik Taylanda. Biz sərfəli səyahət seçirik, ona görə yalnız qatar və avtobusdan istifadə edirik. Mən də evimizi də qoymuşuq İspaniyada, orada da kirayədə də evimiz hal-hazırdır və biz gəzirik. Bu məni çox motivə elədi. Wow. Və həmin adam Mən də motivasiya elədi. Və həmin adam Taylandda zəlzələ olanda mənə WhatsApp-dan mesaj yazır ki, sən yaxşısan, Taylanddasan da falan. Belə kommunikasiyada olduğum insanlar hansılar ki, belə gözəl səyahətə çıxırlar, məni çox cəsarətləndirir ilk növbədə. Yəni bir azərbaycanlı olaraq tam səmimi deyim də, o fikir var, abi mən rəsmi iş yerim olmayacaq, bəs bir dənə onu fikirləşirsən pensiyaya çıxdıqdan sonra bəlkə onda da halın olsa, heyin olsa, necə deyərlər. Amma burada isə insanlar onu və Taylandda səyahət etdiyim müddətdə ümumiyyətlə o Asiya ölkələrində çox-çox rastladım ki, belə insanlar sadəcə bu son bitmə tarixi olmayan bir səyahətə çıxırlar. Bu çox gözəldir. Əslində son bitmə tarixinin olmaması qeyri-müəyyənlikdir. Bizi qorxudan Məncə biz cəmiyyət olaraq qeyri-müəyyənliyi sevmirik. Yəni ən bəsiti biz uşağı 1-ci sinifə göndərəndə 11-ci sinifi qutaranda bu uşaq nə olsun deyə fikirləşən insanlarıq. Yəni biz demirik bu uşaq ilk biri ilini necə keçirəcək. Biz deyirik ki, elə məktəb seçək ki, bu uşağın universitet həyatına da ciddi təsir göstərsin. Yəni bizə proses maraqlı deyil, yol maraqlı deyil. Bizə çatış nöqtəsi maraqlıdır. Əsas elə mənə görə səhvlərdən və problemlərdən biri odur. Həll etməli olduğumuz mövzulardan biri odur. Bəs Jale, səyahətlər sənə çox gözəl şeylər qatıbdı. Mən də sənin daimi izləyicin kimi bunu çox aydın görürəm. Bəs səndən nələri alıbdı? Yəni mütləq ki, bu yolda ödünç verdiyin şeylər də var və ya da belə bir sualı verə bilərəm ki, misal üçün nəyi olsa geriyə dönsən deyərsən ki, bax bunu təkrarlamazdım. Bu məndən bunu aldı. Buna çox təəssüflənirəm. Buradan başlayım. Heç nəyə təəssüflənməzdim. Yəni heç nəyi dəyişmək istəməzdim ümumiyyətlə. Çünki belə deyək də bütün yaşadıqlarıma minnətdaram sözün əsl mənasında və gəldiyim nəticəyə də minnətdaram, razıyam. Ona görə heç nəyi dəyişmək istəməzdim. Hər biri çox gözəl təcrübə idi və çox-çox minnətdaram. Yəni həyatım mənə yaşatdığı, Taylandda yaşadığım təcrübəyə belə inanmazsan. O 43-cü mərtəbədə baseyn deyirsən, mən yəni o 43-cü mərtəbədə baseyndə üzərkən ətrafıma baxırdım. Bir də möhtəşəm bir mənzərəm var idi. İnana bilmirdim ki, mən bu həyatı yaşayıram da sözün əsl mənasında. Və bunu da mənə, yəni o verdiyim qərarlar gətirib çıxartdı bu nəticəyə. Ona görə çox razıyam, minnətdaram, heç nəyi dəyişmək istəməzdim. Bəs Jale, qadın səyahətçinin, bax, səyahət edən tək qadınsan. Bu sənə hansı gücü verib və yaxud da ki, hansı zəif tərəflərini bundan kəşf etmisən ki, okey, Jale, sən indiyənə qədər bunun fərqində belə deyildin. Ümumiyyətlə səyahətlər çox bacarığımı, eyni zamanda özümlə bağlı üzləşməli olduğum, belə deyək də, qaranlıq tərəflərimi də mənə göstəribdi. Əgər sırf belə müsbət tərəfdən danışsaq, belə deyək də, mənə göstərib ki, mümkünsüz heç nə yoxdur və özümə əminlik inanılmaz dərəcədədir. Deməli, mən Asiyada bir müddət oldu ki, tək səyahət eləməyə başladım və bir gecə belə piyada ev otelimə qayıdarkən belə fərqinə vardım ki, mən neçə aydır səyahət edirəm. Bir dəfə də olsun bir oteldən
belə deyək də həyat yoldaşıma mən location göndərməmişəm ki, bax xəbərin olsun, mən Laosdayam, bu oteldəyəm. Belə öz-özümə belə o qədər özümə əminlik var ki, mənə heç nə olmaz, mən hər şeyi həll edə bilərəm və s. Fərqinə vardım ki, əslində nə dərəcədə mən belə bir balcıda məsuliyyətsiz yanaşmışam da, məsələn, hər şey baş verə bilər. Sən təksən. Onlar orada narahat olub səni tapıb çıxarana kimi ki, sən hardasan. Mən bu məsələni nəzərə almalıydım öncədən. Location göndərmək, otelin adını demək və s. Amma bax o əminlik ki, içimdə var. Mən tək hər yerə səyahət edə bilərəm. Mən tək hər şeyi bacara bilərəm və s. Bəzən yanlış qərarlara gətirib. Bax, qəşəng yerə gəldik. Səncə Azərbaycan cəmiyyətində bir qadın səyyahçının əsas üzləşdiyi çətinliklər, maneələr və ümumiyyətlə problemlər nələrdir? Yəni bir qadın səyyahətçi olaraq ya da belə bir sualımı belə dəyişəsi olsam ki, bir qadın səyyahətçi olaraq sən hansılarla qarşılaşmısan və bunların öhdəsindən necə gəlmisən? Mən orta statistik bir Azərbaycanlı olduğum üçün belə deyək də, yəni mən deməzdim ki, mənim ailəm belə idi ki, biz elə 6 yaşımdan Karlovu var, Antalya, Bodrum gəzmişik. Yox, gəzməmişik. Olmayıbdı bunlar. Olub Xoşbulaq, Hacıkənd. Ay da Xoşbulaq demə, mənim travmamdır. Yəni illər ərzində bu olubdu və inanıram ki, başqalarının da yaşadığı təcrübə və ələxüsus da mənim təzə-təzə səyahət etməyimi başladıqda da mənim qarşılaşdığım ən böyük maneə əlbəttə ki, valideynlərim idi və eyni zamanda cəmiyyətin aşıladığı bir fikir idi ki, çox gəzən qızlar heç kəs evlənməyəcək. Gəncə ləhcəsindən desəm, evlidir. Gəncə ləhcəsindən desəm, səni alan olmayacaq. Səni alan olmayacaq. Zələm, Xoşbulaq mənim də travmamdır. Demək, uşaqlıqda nə vaxt atama deyirdim ki, bizi gəzməyə apar, bizi qaldırırdı Gədəbəyin dağlarına. Ona görə biz də hər il eyni istiqamət, eyni evlər kirayələmişdi. Və eyni yol, yəni bu yol belə dəyişmirdi də. Yəni artıq o yoldakı laləliklərin belə harda bitib, harda bitməyəcəyini əzbərləmişdim. Tək qızsan gedə bilməzsən deyə maneələri haralarda almısan? Ya da ki, belə bir şey soruşum da. Ümumiyyətlə səyahət zamanı tək səyahət eləyəndə fərqli mədəniyyətlərdə məhz tək qadın olaraq səyahət etdiyin üçün maraqlı və yaxud da ki, belə qəribə, narahat edici reaksiyalar almısanmı? Asiyada bu ümumiyyətlə yox idi. Asiyada ümumiyyətlə bir belə deyək də qadına olan münasibət, yəni çox bərabərdilər də, yəni baxış açıları çox belə deyək də Asiyada çox fərqlidir. Yəni Avropada da elədir. Hətta ki, başqa bir ölkə desəm, Misirdə məsəl üçün olur ki, tək xanım deyildik, bir neçə xanım bir yerdə idi. Maşın kirayələməyə çalışırıq ki, biz Şarm-el-Şeyxdən sürəcəyik Qahirəyə. Və bizi inandırmağa çalışırdılar ki, baxmayaraq ki, pul verib maşın kirayələyəcəyik ki, yox, siz əminsiniz, Qahirədə siz sürə bilməzsiniz və getməyin. O hissi onlara ötürməmisiniz də. Hə, heç güvənilir hissi ötürməmişdik. Getməyin, olmaz, sizə narahat olacaq. Nəticədə maşını götürdük, sağ-salamat getdik. Bir balaca maşını sürtüb qaytardıq. Az da olsa adam haqlıyım. Bir balaca. Bax, biz deyirik ki, indiyənə qədər daha doğrusu bunu deyirdik ki, bəs bizim insanımız səyahəti sevmir. Amma son 5 ilin deyərdim ki, pandemiyadan sonraki aktiv promotionlar, təbliğatlar bunu göstərdi ki, yox, bizə sadəcə bunu sanki göstərən yoxdur. Biz know-how deyirik, know-how-nu bilmirik. Yəni necə etməli olduğumuzu bilmədiyimiz üçün səyahət eləmirik. Yoxsa indiyənə qədər Antalyaya gedənlər, Bodruma gedənlər indi axışıb Şri-Lankaya, indi axışıb Taylanda, indi axışıb Vyetnama. Hamı oralardadır. Niyə biz daha fərqli destinasiyalara maraq göstərmirik? Ya da səncə hansı destinasiyalar layiq olduğu dəyəri hələ də görə bilmir? Mənim hal-hazırki olan destinasiyalar yetərincə qane edir və çox sevinirəm ki, növbəli şəkildə baş verdi. Misir kəşf edildi, sonra Şri-Lankaya maraq artdı. Ondan sonra başladı Asiya istiqamətinə marağın artması. Avropa zaten stabil olaraq hamının marağındadır. Hamı belə deyək də Schengen vizası almaq istəyir, Avropanı kəşf etmək istəyir. Santoriniyə olan maraq məni inanılmaz təəccübləndirmişdi. Mən özüm Santorinidən bir şəkil paylaşanda, yəni bu qədərmi insan Yunanıstana, Santoriniyə getmək istəyir. Bəli, təbii ki, yabancı damaddan sonra xahiş edirəm. Yabancı damadın çox ciddi rolu var. Özəlliklə də nəzərə alsaq ki, səyahət eləyənlər bizim yaş kateqoriyasıdır. Bəli. Yəni millenniallardır. Millenniallar bu kütlə, bu təbəqə yabancı damaddan böyüyür. Yəni Yunanistanı maks orada görmüş. Yəni ona görə məncə Santorini, hətta belə deyək də bir ara belə bir şey var idi. Çox təəssüf ki, onu aradan qaldırdılar. Yunanistanın bir çox adalarına vizasız günlük gedə bilirdin. Kuş adasından, Bodrumdan.
Amma 24 saatlıq giriş talonu verirdilər. Təəssüf ki, onu ləğv elədilər. İndi sırf viza ilə getməlisən. Yoxsa əslində Santorini, Rodos, Kos adaları aşırı çox rahat idi və əlçatan idi, amma vardır bunda da bir xeyir deyək. Bütün bu istiqamətdən amma İordaniyanı da əlavə eləyərdim. Mən istəyərdim ki, İordaniyada daha da populyarlaşsın. Onu cəhd etdilər biraz, amma o qədər olmadı. İnanıram ki, birbaşa reysimiz olsa, bu da müsbət nəticələnəcək və daha çox maraq olacaq. Çünki mənə görə bir Misir əvəz olunmazdı, amma bilmirəm, çox insan səyahət edib, amma məncə hələ də Misirin o qədər qədrini bilmirik. İnsanlar daha fokus olurlar ki, təmizlikdir və s. Amma digər perspektivdən baxsaq, Qırmızı dənizi verir, divingi verir, snorkeling etmək imkanını verir, istidir, birbaşa reysdir, qiymətlər aşağıdır, all-inclusive oteldə qalırsan. Yəni bunları nəzərə aldıqda kimsə gedir Qahirə ətrafında o çirki görür, kimsə gedir Qahirə bazarında onu görür və bir də ki o faktorları biraz qəbul etmək məsələsi var. Yəni fərqli millətlər, fərqli ölkələr, bu fərqli mədəniyyətlər deməkdir və bizə düşən görmək və müqayisə etmədən belə deyək də qəbul etmək. Tolerant yanaşmaq. Bəli, tolerant yanaşmaq. Bu arada İordaniya ilə bağlı çox önəmli bir detal deyəcəm. İordaniya aşiq olaraq xatirələrimi yada saldı. Biz İordaniyaya 3 qız getmişdik və maşın kiraya götürmüşdük və mənə görə İordaniya krallığı sözün əsl mənasında o krallığın haqqını verir və mənə görə mənim həyatımda gördüyüm ən fərqli ərəblərdir. Deyə bilərdim. Bəli, o. Ən qonaqpərvər və ən fərqli ərəblərdir, bədəvinlər ümumiyyətlə. Və İordaniya ilə bağlı hal-hazırda ən rahat gedilə bilən istiqamət ya Qəbələdən Əbu-Dabiyə uçmanızdır, ya da Wizz Air-lə Bakıdan Əbu-Dabiyə uçub, oradan da elə Wizz Air-lə Ammana ya da Aqabaya. Artıq yoxdur, bəli. Artıq yoxdur. Ammana uça bilərsiniz və orada maşın kiraya götürüb Azərbaycan sürücü vəsiqəsini dəstəkləyir. Çox gözəl gəzə bilərsiniz. Ay Allah, xatirələr. Mənim eşitdiyim şayələrə görə də birbaşa reys açılacaqdı. Birbaşa reys açılacaqdı. Amma hələ eşitdiyim şayələrə görə təsdiqlənmiş. Buna amin deyək. Çünki İordaniya mənə görə də çox underestimate bir ölkə olaraq da inanılmaz çox şey sizə bəxş edir, belə deyək də. Dəniz verir, qırmızı dəniz, ölü dəniz, səhra təcrübəsi verir, dünyanın 7 möcüzəsindən birini verir və mətbəxini verir. Yəni bu 5-ini bir ölkədə tapmaq hər istiqamətdə mümkün deyil. Bu arada qeyd edeyim ki, mən Misirdə 10 gün qatıq yemişdim və qəti mənim çox ciddi qida həssaslığım var və qəti başqa heç nə yeyə bilməmişdim, amma İordaniya, nəzərə alsaq ki, Qırmızı dənizdən, Misirdən sərhədlər əslində. İordaniyada mən o mətbəxin altından girib üstündən çıxmışdım. O dərəcədə dadlı, tazə və təravətli idi. Yəni ona görə İordaniyaya şans verməlisiniz. Bu arada bir əsas faktı da deyəcəm. Həm Misirin Qırmızı dənizində, həm İordaniyanın Qırmızı dənizində snorkeling eləyən biri olaraq, İordaniyada bu çox ucuzdur və İordaniyada bu çox əlçatandır. İordaniyada bu sadəcə şəhərin mərkəzindədir. Bunun üçün ekstra harasa getməyinizə ehtiyac yoxdur. Və İordaniyada dəniz avadanlıqları, bu aksesuarlar deyək də, çox əlçatan və çox ucuzdur. Və bir də ən əsas məsələ, İordaniyada Amerikan istehsalı mallar çox ucuzdur. Getsəniz ora, mütləq şəkildə bunların alış-verişini eləyin və ay, xatirələrim canlandı Jalim. Son olaraq da birbaşa reys gələndə bir də mütləq şəkildə bu dəfə uşaqlarla. İordaniya ümumiyyətlə mənə görə çoxlu dostlar əhatəsində gedilməlidir. O zaman çox daha maraqlıdır, daha əyləncəli olacaqdı. Yes, daha əyləncəli olacaq. Nəinki tək ya da nə bilim cütlüklə heç şey deyil tək. Yəni və orada bilmirəm, xatirələrim canlandı Jalim. Bura girməməliydim. Bütün mövzumuz dəyişdi hazırda. Qaydaq danışır turizmin Azərbaycan hissəsinə. Jalim, son bir ayda Azərbaycanla bağlı sosial mediada 2 çox mühüm bir şey baş verir. Bunun biri Azərbaycanın ən böyük, ümumiyyətlə dünyanın ən hündür bayrağı, bizdədir zaten, onu bilirik. Bu bayrağın TikTokda aşırı viral olmasıdır və o belə tük ürpərdən mahnı ilə, indi burada arxa fonda o səs gedəcək, tük ürpərdən mahnı ilə bu videonun yayılmasıdır. Ərinmədən analiz üçün, hesabat üçün və bu podkastda hazırlaşacağımız üçün oturub bir-bir rəylərini oxudum və hər kəsdən aldığım, gördüyüm və oxuduğum belə bir rəy var idi.
biz Azərbaycanı, Bakını belə maraqlı bilmirdik. Biz Bakını belə təmiz bilmirdik. Təbii ki, o yazılanlardan başa düşürsən ki, bu sadəcə bu videodan gördüyü qənaət deyil. Artıq neçənci videodur. Səncə niyə Azərbaycan dünya səyyahlarının bucket listində yoxdur? Yəni bu o siyahı formalaşdırığı, burada mütləq gedəcəm ölmədən öncə. Niyə Azərbaycanı ora sala bilməmişik? Çətin sualdır. Bilmirəm buna bir çaba və cəhdlər olubmu Azərbaycan ora düşməyibdi, yoxsa ki ümumiyyətlə bu istiqamətdə belə deyək də bir çaba göstərilməyibdi. Mənim şəxsi təcrübəmdən, yəni son 2 illik xaric təcrübəmdən insanların mənim ölkəmlə bağlı verdiyi suallar bundan ibarət olur ki, əsasən təhlükəsizdirmi? Tək xanım olaraq gələ bilərikmi? Avropalıların əsasən verdiyi sual bundan ibarətdir. Çünki siz də müsəlman ölkəsisiniz. Gələrkən örpək bağlamalıyıqmı və s. bu tip suallar alırdım və mən onlara nümayiş etdirdikdən sonra ki, ay belədir və qonaqpərvərliyimizdən və s. bəhs etdikdən sonra çox böyük maraq oyanıb onlarda, gələcəklər, bəziləri artıq gəlib. Yəni belə, amma ölkə səviyyəsində buna cəhd edilirmi? Ümumiyyətlə çox təəssüf ki, mən peşəkar sahəm turizm sahəsi olmadığı üçün, yəni mən bir inkişaf layihələrinin idarə edilməsi üzrə ekspert olaraq bu analizi aparmıram, bunu müşahidə etmirəm. Son olaraq da Jələ bir sualımı da vermək istəyirəm. Bundan da istəyirəm ki, yekunlaşdıraq. Ümumiyyətlə səncə biz gənclərin turizmə və ümumiyyətlə səyahətlərə dəstəkləməyimiz üçün onların valideynlərinə nə tövsiyə edə bilərsən? Çünki mən sənin həddindən artıq çox onlayn, özü də ödənişsiz verdiyin təlimləri görürəm və bu mənim üçün çox gözəldir. Çünki mən ömrümün bəlli bir dönəmində, gəncliyimdə ailəmi buna görə çox qınamışam ki, mənim bu layihələrdən xəbərim olmayıb. Yəni mən elementar universitetin 2-ci ilində bilmişəm ki, sən demə mən xaricə müraciət edə bilərəm və xarici universitetdə oxuya bilərəm. Düzdür, müraciət eləmişdim zaten onu biləndən sonra və oxumuşdum da, amma düşünürəm ki, elə bəri başdan da bunu eləyə bilərdim. Bəri başdan da inkişaf eləyə bilərdim. Burada məsələ odur ki, nəzərə alsaq ki, əgər burada 17-18 yaşlı gəncdən söhbət gedirsə, mən birinci bu öhdəliyi valideynin üzərinə qoymazdım. Yəni valideynin öhdəliyi deyil ki, uşağı üçün araşdırma eləsin, ki, mən uşağı hara xarici göndərirəm. 17-18 yaşlı uşağın artıq öz belə deyək də öhdəliyi olmalıdır. Öz həyatının məsuliyyətini ələ almalıdır ki, mən bundan sonra nə edəcəm, nə edə bilərəm, nələri dəyərləndirə bilərəm. Ona görə araşdırsınlar mütləq şəkildə. Erasmus kimi bir imkan var. Erasmus proqramını dəyərləndirsinlər. Valideynlərinin hansı yönümdə dəyişməlidirlər? Valideyninin üzərində çalışmalıdırlar o yönümdə ki, o valideyn onlara xaricə getməyə icazə versin. Çünki bir çox valideyn istər maddi imkanı olsun, istər maddi imkanı olmasın, narahatçılığı odur ki, bəs uşağı gedər tək xaricə baş çıxara bilməz və s. və ilaxır faktorlardır. Bu da artıq uşaq öz belə deyək də müstəqil olduğunu, bacarıqlarını ailəsinə təsdiqləməlidir ki, mən onu təsdiqlədikdən sonra bu azadlığa gəlib çıxmışam sözün əsl mənasında. Və bu əlbəttə ki, uşağın öz nailiyyətləri ilə əlaqəli bir məsələdir. Özünüzü valideynə təsdiqləmək istəyirlərsə, uşağın maddi valideynin asılı olub olmaması da çox vacib bir faktordur. Təbii ki, mənim yadıma gəlir ki, 2-ci kursda mən 8 aylıq oxumağa gedəndə sağ olsun o vaxtı bizim rektorumuz var idi, Cəfər Cəfərli. Buradan da sizi salamlayıram əgər izləyirsinizsə. Papam gedib ondan danışmışdı. Papamı heç cürə ikna eləyə bilmirdim getməklə bağlı və Cəfər müəllim papama demişdi ki, səncə mən öz qızımı pis olan yerə göndərərəm və bir növ o mənim adınədir, o xaricə çıxış qapımın açarını açmışdı. Yəni və mən onda görmüşdüm ki, əslində valideynlərin güvənəcəyi adamdan mesaj almaq ehtiyacı var. Ki, yəni adam düşünür ki, o boyda rektordur, qızını göndərsə demək ki, təhlükəli deyil. Yəni ən azından bu mənim atama belə təsir eləmişdi. Ətrafınızdakı o güvənilir adamı tapın. Jələ, son olaraq da səndən son sözü alım və bununla da yekunlaşdıraq. Mən öz adımdan deyim ki, çox təşəkkür edirəm gəldiyin üçün. Biz neçə aydır bunu planlaşdırırıq. Nəhayət çəkə bildik. Qismət bugünə imiş. Son olaraq da səndən son sözü alım və biz sağollaşaq. Sənə təşəkkür edirəm. Çox sağ ol ki, turizm inkişafı yönümündə belə faydalı bir layihə reallaşdırırsan. Mənim marağımda əlbəttə ki, həm Azərbaycana gələn turistlərin sayının artmasıdır, amma ən çox, tam səmimi sizə deyim, ən çox odur ki, Azərbaycan vətəndaşları daha çox səyahət etsinlər, daha çox yeniliklər görsünlər, fikirləri daha çox belə deyək də dəyişsin müsbətə doğru və vətəndaşlarımız inkişaf eləyib cəmiyyətə faydalı vətəndaş olsunlar. Mən də bu istiqamətdən düşünürəm. Çünki deyirlər ki, çox oxuyan yox, çox gəzən bilir. Amma mən deyərdim ki, oxuduğunu gəzdiyi ilə təsdiqləyən daha yaxşı bilir. Ona görə də hər birinizə bol-bol səyahətlər arzulayıram. Amma
bu mesajı da ötürmək istəyirəm ki, səyahətlər əslində elə ən birinci vətəndən başlayır. Vətəni qarış-qarış gəzmək də səyahətdir. Necə deyirlər? O deyir, turizm nədir? Bir nöqtədən o birisi nöqtəyə 24 saat ərzində 8 saatdan az olmamaqla 24 saat ərzində gəzməkdir. Orada nəsə səhv elədim, amma siz ən düzünü rəylərdə yazarsınız. Bir sözlə, gəzin, səyahət edin. Bizim tərəfdə Gəncədə belə bir termin var. Eyninizi açın və xoşbəxt olun. Görüşərik növbəti Danışır Turizm podkastlarında.